Xeyir olsun. 30 Mart 2026-cı il tarixidir. Yaz fəslinin 11-ci günü, Şəvval ayının 11-ci günüdür və Mart ayının sonuncu həftəsinin sonuncu birinci bazar ertəsi günüdür. Həftəmiz, günümüz uğurlu başlayıb, uğurlu başa çatsın, bol ruzili olsun, can sağlıqlı keçirək bu həftəmizi. Amin inşallah. Şəvval ayında da kimlər oruç tutublar, Allah niyyətlərini, oruçlarını qəbul etsinlər və hər zaman Allah imkan versin, hər biri oruçlarını tuta bilsinlər. İstər Ramazan ayı üçün, istər Şəvval ayı üçün və digər günlər üçün, aylar üçün. Və bugün də demək 30 Mart günündə kimlər işləri ilə məşğuldurlar, ev işləri ilə, iş yerlərində hər birinə can sağlığı, iş abadlığı arzularım. Artıq məktəblər üçün və eləcə də tələbələr üçün məktəb başladığı üçün hər birini bu münasibətlə təbrik edir. Yeni uğurlar arzu edirəm, zehin açıqlığı arzu edirəm. Bununla yanaşı məktəblərə, eləcə də orta ixtisas, ali məktəb tələbələrinə can sağlığı, zehin açıqlığı, iş abadlığı arzularım. Qarşılarına qoyduqları məqsədlərə çataraq demək, həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. 30 Mart günündə kimlərin rəhmətə gedənləri var, Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. Eləcə də 30 Mart günündə xəstələrə olanlara can sağlığı, şəfa diləyirəm. Bununla yanaşı bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Eləcə də şəhid ailələrini, qazi ailələrini salamlayıram. Azərbaycan ordusunu salamlayıram. Can sağlığı, həftəni uğurlu başlayıb, uğurlu başa çatdırmalarını arzulayıram. Bununla yanaşı 30 Mart günündə kimlər ad gününü, şad gününü qeyd edir, hər birlərini təbrik edirəm. Bu münasibətlə xoşbəxtlik, can sağlığı arzu edirəm. 30 Mart günündə də tarixi günlər vardır. 30 Mart 1856-cı ildə Krım müharibəsinin sonunda Paris müqaviləsinin imzalandığı gündür. 30 Mart 1863-cü ildə Danimarka şahzadəsi Wilhelm George Yunanistan kralı seçildiyi gündür. 30 Mart 1918-ci ildə Bakı və Bakı quberniyasının ətraf rayonlarında ermənilər yerli müsəlman əhaliyə qarşı soyqırım törətdikləri gündür. 30 Mart həm də 1945-ci ildə 2-ci Dünya müharibəsi SSR qoşunları Viyanaya daxil olduqları gündür. 30 Mart demək ki, 1963-cü ildə isə Vyetnam müharibəsi Amerika Birləşmiş Ştatlarının səfirliyi qarşısında bomba yerləşdirilən maşının partladılması nəticəsində 22 nəfərin həlak olduğu, 183 nəfərin yaralandığı gündür. 30 Mart 2006-cı ildə isə Marcos Pantosun deməli kosmosa çıxan ilk Braziliyalı kimi tarixə düşdüyü gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.